300 mindən çox azərbaycanlının Qərbi Azərbaycana qayıtmasına hazırlıq gedir. Today Press TV xəbər verir ki, bu iddia ilə erməni politoloq Artur Xaçikyan çıxış edib. Xaçikyan geri qayıdacaq azərbaycanlıların daha çox hansı ərazilərdə məskunlaşacağı ilə bağlı fikirlər irəli sürüb. İlkin olaraq 300 min azərbaycanlının qayıdacağını düşünsək, onların sayının 1 milyona qədər artdığı da deyilir. Bu, təxminən 300 kənd deməkdir. Çünki Ermənistanda orta hesabla bir kəndin əhalisi 1000 nəfərdir. Gəlin, bu rəqəmin 1/3 hissəsini, yəni 100 kəndi götürək. Azərbaycanlılar hansı kəndlərdə məskunlaşacaqlar? Güman ki, onlar daha çox 1988-ci ildə Ermənistandan çıxmazdan əvvəl yaşadıkları ərazilərdə məskunlaşacaqlar. 1988-ci ildən əvvəl azərbaycanlıların yaşadıkları kəndlər məlumdur. Onlar xüsusilə Göyçənin şərqində və Zəngəzur-Qafan bölgəsində kompakt yaşayırdılar. Ehtimal ki, geri qayıdacaq azərbaycanlılar əsasən bu bölgələrdə yerləşəcək deyə o bildirib. Erməni politoloq iddia edir ki, Göyçə gölünün şərq hissəsi və Qafan bölgəsi Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Göyçə gölünün şərq hissəsi strateji əhəmiyyət daşıyır. Qafan bölgəsi də Naxçıvanın Azərbaycana quru ərazi ilə birləşdirilməsində rol oynaya bilər. Bu necə ola bilər? Azərbaycanlılar bu bölgələrdə məskunlaşdıqdan sonra həmin ərazilərin bolşeviklər tərəfindən ermənilərə verildiyi məsələsini qaldıracaqlar. Daha sonra tarixi ədalətsizlik adlandırdıqları bu məsələni həll edəcəklər deyə erməni politoloq iddia edib.